Salam hörmətli izləyicilər, həftəlik gömrük xəbərləri ilə qarşınızdayıq. Dövlət Gömrük Komitəsinin sədri Gömrük Xidməti General Polkovniki Şahin Bağırov Göygöl rayon Heydər Əliyev mərkəzində Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib. Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb. Araşdırması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyatı strukturların rəhbərlərinə tapşırıqlar verilib. Dövlət Gömrük Komitəsinin dəstəyi Kaspiyan Enerji Klub və Azərbaycan Milli Biznes Assosiasiyasının birgə təşkilatçılığı ilə Milli Biznesin İnkişafı Forumunun 14-cü xüsusi sessiyası keçirilib. Qeyd olunub ki, Dövlət Gömrük Komitəsi ilə Kaspiyan Enerji Klubu arasında fəaliyyət göstərən birgə işçi qrupu çərçivəsində sahibkarların qaldırdıqları məsələlər, eləcə də təkliflər birlikdə müzakirə olunur, effektiv həll yolları araşdırılır. Daha sonra sessiya müzakirələrlə davam edib. Dövlət Gömrük Komitəsinin akademiyasında gömrük xidməti əməkdaşları üçün növbəti ilkin peşə hazırlığı təlimləri başlayıb. Təlimlərdə gömrük nəzarəti sistemlərinin rəqəmsallaşdırılması, rentgen texnikasından istifadə, mal və nəqliyyat vasitələrinin bəyan edilməsi, həmçinin daxili intizam və sıra hazırlığı mövzularında məlumat veriləcək. Mərkəzi Gömrük Hospitalında Qırğız Respublikasının Səhiyyə Nazirinin müavini Bakıtbey Kadraliyevin rəhbərliyi etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları, təcrübə mübadiləsi, tibb işçilərinin peşəkar inkişafı, eləcə də dərman vasitələri və tibbi məmulatlar sahəsində birgə fəaliyyət perspektivləri müzakirə olunub. Astara Gömrük İdarəsinin əməkdaşları Cənub Astara Gömrük postunda nəqliyyat vasitəsindəki kivi yükünün içərisindən xüsusi üsullarla qablaşdırılan və gömrük nəzarətindən gizlədilən ümumi təmiz çəkisi 63 kq 790 qram xüsusilə külli miqdarda narkotik vasitə marixuana aşkar ediblər. Həftəlik icmalımız bununla yekunlaşır. Diqqətiniz üçün təşəkkür edirik.